Taksi üçün 3 dənə ideal maşın varsa, onlardan biri də əlbəttə ki, bax bu avtomobildir. Yəni şübhəsiz. Biz əgər Çin maşınlarını qırağa qoyuruqsa, biz Destroyer 05-dən, Chang'an A05-dən danışmırıqsa, əlbəttə ki, burada, yəni Toyota da var. Toyota da var. Əgər biz Toyota'dan danışırıqsa, şübhəsiz Prius'lardan sonra, o 20-30 Cruiser'dan sonra gələn, belə deyək, əsas haqqına danışılacaq maşın bax bu avtomobildir. Yəni Prius C, Prius Aqua. Düşünmədən bu avtomobili gedirsiniz, alırsınız, götürürsünüz, sürürsünüz. 6900 manatdır bu avtomobilin qiyməti. 6900 manat. 2018 model, əlbəttə ki 1.5 hibrid, yəni sərfiyyat bomba kimi və praktiklik öz yerində. 6900 manat ilkin ödənişdir və 19300 manat isə bu avtomobilin nağd qiymətidir. Deyirlər ki, bu maşın balaca maşındır. Balacadır, girə bilmirsən, otura bilmirsən, yerləşə bilmirsən. Qardaşım, and olsun Allaha, çox qəşəng oturmuşam, çox rahat oturmuşam. Yəni, boyumdakı baya boyum var da türklərilmişkən. 1.76-dır boyum mənim və hələ başımın üzərində 6 sm yer qalır, hətta 7 sm deyərdim. Yəni, Azərbaycanlıların orta statistik boyu da 1.68-1.74 arasıdır. Yəni, çox rahatlıqla gəlib burada oturub, yəni, səyahət edə bilərsiniz də, yol gedə bilərsiniz. Hər halda taksi üçün əgər alacaqsınızsa maşını və taksidə istifadə edəcəksinizsə, yəni sərnişin üçün çox idealdır. Maşın ən əsası vuruqsuzdur. Bu günləri sizə AvtoExpress Baku işlənmiş maşını, yəni ikinci əl avtomobili vuruqsuz satır və problemsiz satır. Bu adamlar, AvtoExpress Baku, yəni bu maşına zəmanət verir sizə. Yazılı, rəsmi, rulivoyuna, motoruna, korobkasına, bundan artıq nə istəmək olar? İkinci əl avtomobilə, qardaşım, ikinci əl avtomobil 055 411 97 97 və 055 413 97 97. Gəlin, gözləyirik sizi.